Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-sində iclası keçirilib. Bir xəbər medianın məlumatına görə Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq bu forum üçün başlanmasına az vaxt qaldığını və mayın 17-sindən 22-sinədək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalardan birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Cari 2026-cı ilin ölkəmizdə şəhərsalma və mimarlıq ilə elan edilməsinin bu forum üçün əhəmiyyətini daha da artırdığını qeyd edib. Nuriyev forumda iştirak üçün bugünədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunu bu forum beynəlxalq marağın yüksək göstəricisi olduğunu bildirib. Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilatı logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib. İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu forum üçün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib. Samir Nuriyev bu forum üçün hazırlıq prosesinin yekun mərhələsində aidiyyatı qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar